Bəzən deyirlər ki, qırılmış qəlb insanı öldürə bilər. Bu söz metafora kimi səslənsə də, onun arxasında gerçək elmi izah var. Ürəyimizin içində ürək telləri adlanan nazik vətərlər olur. Onlar qapaqları saxlayır və hər vurğuda düzgün açılıb bağlanmasını təmin edir. İnternetdə yayılan mifə görə dərin emosional travma bu telləri qırır. Əslində isə hisslər bu telləri fiziki olaraq koparmır. Amma güclü stres başqa bir real problemi, qırılmış ürək sindromunu yarada bilər. Bu zaman ürəyin bir hissəsi zəifləyir, forma dəyişir və insanda infarkt əlamətlərinə bənzər vəziyyət yaranır. Çox nadir hallarda bu, həyati təhlükə də yarada bilər. Ürək telləri isə adətən fiziki zədələnmə, infeksiya və ya qapaq problemlərinə görə qırılır, emosional səbəbdən yox. Amma bu o demək deyil ki, hisslər təsirsizdir. Güclü emosional zərbə ürəyin ritmini, damarları və stres hormonlarını dəyişdirərək real sağlamlıq riski yarada bilər.